Ay İlham, Tərtər qətliamını niyə törətdin? Əzizim, elə sual verirsən ki, güya sənin bu işdə əlin yoxdur. Tərtər qətliamını 2017-ci ilin fevral ayında səni vitse-prezident təyin edəndən 3 ay sonra may ayında birlikdə törətdik. Burada bir neçə mühüm məqsədimiz var idi. Birincisi, bu xalqdan intiqam alıb onun mənliyini sındırdıq. Arxivlərə elə saxta sənədlər qoyduq ki, 10 illiklər sonra Səidə kimiləri efirlərdən arxanızı $200 düşmənə satmısınız deyə bu xalqın kişilərini aşağılasın və kimsə bu millətin nümayəndəsi olmaq istəməsin. Bundan əlavə, ağır işgəncələrlə və onların cinsi orqanlarını elektrik cərəyanına qoşmaqla həm bu xalqın nəsil artımını dayandırdıq, həm də xalqda mütləq qorxu yaratdıq. Nəticədə xalq özünə, ordusuna nifrət etməyə başladı və ölkədən qaçış sürətləndi. İkincisi, bizim hakimiyyətimiz üçün ən böyük təhlükə əlində ağır silahlar olan ordudur. Tanklar, toplar, raketlər. Üsyan zamanı ordu xalqın tərəfinə keçə bilər və sonumuz gələr. Bu səbəbdən ordu komandanlığa savadsız və hər şeyini pula satan saqqınları yerləşdirdik. Ancaq komandanlıq cəmi 100-200 nəfərdən ibarətdir və bu bəs etmir. Bu səbəbdən digər zabitlərin və əskərlərin ruhlarını tam sındırmaq üçün Xanlar Vəliyev mənim göstərişimlə şərəfli, vətənpərvər zabitləri və əskərləri saxta ittihamlarla, şantajla məhv etdi. Əksəriyyətinə saxta cinayət işi açaraq onları məhkəmə orqanlarından asılı vəziyyətə saldı, susturdu, üstəlik vətən xaini damğası vurub ən ağır işgəncələrdən keçirdi. Ordudan yığdığı pulları isə sənin idarə etdiyin fondumuza köçürdü. Demək olar ki, biz 2017-ci ildə Tərtərdə həm ordunun, həm də paralel olaraq xalqın iradəsini eyni anda yox etdik. İndi heç bir təhlükə olmadan rahatca hakimiyyətimizi davam etdirə və bu xalqı buradan köçürüb etnik tərkibi dəyişə bilərik. Bu qədər sadə.